Deyirəm ki, hər dəfə istəyirəm deməyim, amma baxıram ki, deməsəm də olmur. Yadındadır o vaxtı dədön səni Moskvaya göndərirdi gül satmağa. Deyirdi, gedişdə ay-bay mənə pul göndər. Yadıma gəlir olar, mən səni qoymadım Moskvaya getməyə apardım, səni Bakıda oxutdurdum, tələbə oldun. Düz 4 il mən sənin adından, yalandan əmmə pul göndərirdim ki, güya sən işləyib, qazanıb göndərirsən. Yekə oğlansan, indi deyirsən ki, sən orada heç nə deyə bilmərsən. Nə oldu? Keçmiş günləri nə tez unuttun? Yadındadır, bu həyətdə ora qaçırdın, bura qaçırdın. Sənə onda əmlik elirdim, dayılıq elirdim. İndi nə oldu? Keçmişi nə tez unuttun? Adam keçmişini heç vaxt unutmaz. Çünki bizi bu yerlərə gətirən həmin o pis gündə keçdiyimiz yollardır. Bir yerlərə gəldiyimiz zaman keçmişimizi unutsuq, inan ki, o yollarda azıb qalacaq. Bir söz var, deyir, keçmişini həmişə yaxşı xatırla girən ki, bir gün səni də xatırlasınlar. Sağ ol, əmi oğlum.